Bugün konstitusiya və suverenlik çərçivəsində danışmaq mənim üçün sadəcə adi bir mövzudan, rəqəmlərdən ibarət deyil. Çünki konstitusiya bizim gələcəyə baxışımızı, inamımızı göstərən hüquqi bir sənəddir. Ümumiyyətlə, biz Azərbaycan xalqı olaraq suverenliyi çox yaxşı bilən bir xalqıq. Suverenlik bizim yaddaşımızda, addımlarımızda, hətta bizim nəfəs alışımızda belə bir iz buraxır. Ümumiyyətlə, Azərbaycan xalqı daima sübut eləyib ki, o, öz qərarlarını özü verən bir xalqdır. Və elə konstitusiyada bunun sübutudur ki, biz ən əsası öz suverenliyimizi özümüz təmin edirik. Ümumiyyətlə, konstitusiya bizim üçün sadəcə azad olmaq demək deyil. O, bizim üçün özün olmaqdır. Öz qərarlarını özün verməkdir. Heç bir təsir altında qalmadan öz yolunu özün seçməkdir. Konstitusiyadan danışarkən Ulu Öndər Heydər Əliyevin adını çəkməsək, doğrudan da böyük bir yanlış olardı. Hansı ki, Ulu Öndərin siyasi idarəçiliyinin sayəsində o nəinki elə həmin günü, hətta bugünün gənclərini, gələcəyini xilas etdi. Və mən daima bir Azərbaycan gənci kimi inanıram ki, həmin dövrü yaşım etibarilə görməsəm də, Ulu Öndərin qoyduğu bu tarixi irs, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən gələcəyə uğurla addımlayır. Və mən daima fəxr eləyirəm ki, mən bu şanlı günləri yaşayan Azərbaycan xalqının vətəndaşıyam, gənciyəm.